Bismillah. Bu bürclər üçün işdə gərginlik başa çatır. Rahat dövr başlayır. Rahat nəfəs almağın vaxtıdır. Yaxın günlərdə işdə gərginlik bitir. Daha sakit və axarlı dövr başlayır. Bu bürclər üçün buğa, uzun müddət üzərində yığılan məsuliyyətlər yüngülləşir. İş yükü azalır. Rəhbərliklə münasibətlər normallaşır. Sabit və rahat temp başlayır. Xərçəng. Emosional gərginlik geridə qalır. İş yerində söz-söhbətlər dayanır. Sizi anlayan insanlar ön plana çıxır. Rahat və güvənli mühit yaranır. Şir. Təzyiq edən mövzular bağlanır. Sözünüz daha çox keçərli olur. İşdə hörmət və rahatlıq artır. Ox atan. Qarışıqlıq bitir. Planlar dəqiqləşir. İş mühitində azadlıq hissi geri qayıdır. Stres yerini motivasiya verir. Balıqlar, sizi yoran detallardan qurtulursunuz. İşdə daha anlayışlı münasibətlər, sakit axar və daxili rahatlıq başlayır. Ümumi mesaj: bu dövrdə əsas açar söz səbr və sakitlikdir. Tələsmədən hərəkət edənlər üçün iş həyatı daha yumşaq və stabil olacaq.